Şah İsmailin Osmanlı ilə müharibəsinin, qardaşlar, vallah mən bu mövzunu 10 ildir ki araşdırıram. Şah İsmailin Osmanlılarla müharibəsinin səbəbi məzhəb, din müharibəsi deyildi. Şah İsmaillə Sultan Səlimin müharibəsi hegemonluq müharibəsidir. Hegemonluq müharibəsi. İki böyük devlət, iki qoçun başı bir qazanda qaynamaz misalında olan hökümdarlar. Yəni, bunların mübarizəsi hökümdarlıq mübarizəsi idi. Necə ki, Şah İsmaildən qabaq, qardaş, Ağqoyunlu ilə Qaraqoyunlu vuruşub. Osmanlı ilə Ağqoyunlu vuruşub. Bəziləri bunu məzhəbə calamaq istəyirlər. Heç də elə deyil. Bizim atamız Uzun Həsən Bayandur da Hənəfi idi, Sünni idi. Fatih Sultan Mehmet Osmanlı da Hənəfi idi, Sünni idi. Uzun Həsəndən Fatih Sultan Mehmedin kifayət qədər müharibələri var. Hər ikisi də eyni məzhəbdəndir. Həm Uzun Həsən, həm Fatih Sultan Mehmed. Bundan sonra Əmir Teymurdan İldırım Bəyazit Osmanlı müharibə eləyiblər. Dediyimiz kimi Qaraqoyunlu, Ağqoyunlu müsəlmanlardan qabaq Bizansla, belə deyək, Sasanilər müharibə eləyiblər. Əhmənilərlə Roma imperiyası. Yəni, bu regional müharibədir. Kiçik Asiya yarımadası ilə bizim coğrafiya əbədiyyən rəqib olublar bir-birinə. Qərb-şərq müharibəsi. Yəni, bu regional müharibə olub.